Alma sirkəsin ayağına tök. Ayağında olan ağrıya, şişkinliyə, yorğunluğa, daban çatlarına, pis qoxuya, aşırı tərləməyə hamısına son qoyacaq. Necə? Ekrandakı ürəyi qızart və mənə diqqətlə qulaq as. Profilin üzərindəki plus işarəsinə də toxunmağı unutma. Götürürsən bir dənə vanna, içinə 2 litr ilıq suda, yəni sənə temperaturu xoş olan su əlavə eləyirsən, üstünə 3 xörək qaşığı alma sirkəsi əlavə eləyirsən, üstünə 3 xörək qaşığı soda, yəni karbonat əlavə eləyirsən, 3 xörək qaşığı da zeytun yağı əlavə edib yaxşı-yaxşı qarışdırırsan. Ayağı qoyursan bu qarışımın içinə. 1 saat qalır, sonra ayağı çıxardıb qurulayırsan. Bir neçə istifadədən sonra ayaqlarının necə rahatlaşdığın, yüngülləşdiyin, şpora, ayaqda olan daban çatlarına son qoyduğun özün görəcəksən. Bu videonu hər kəslə paylaş və məni mütləq takip et ki, sağlamlığının qeydinə qalan Əzzaçın Baloğlanla hər zaman sağlam qalasan.